Görə Samir Abbasovun ən böyük çatışmazlığı, ən böyük səhvi Emin Mahmudovla bağlı oldu. Biz dəfələrlə bu studiyada danışmışdıq. Hətta Samir Abbasov gələndə də bu məsələni biz qabartmışdıq. Təəssüf ki, Samir Abbasovdan bu məsələyə bir adekvat reaksiya gəlmədi. İstənilən samballı Azərbaycan məşqçisi Neftçiyə təyin olunan kimi birinci ağla gələn məsələ bu olmalı idi ki, kapitanlıq sarğısı Emin Mahmudova qaytarılır. Çünki hamı bilir ki, bu komandanın lideri Emin Mahmudovdur. Hətta o gün Sabahla oyunda da fikir verdin. Sarğı Emində olmasa belə hakim Eminə yaxınlaşırdı bir kapitan kimi, sanki Eminlə diyaloq qururdu. Çünki şuuraltı hamı başa düşür, hamı qəbullanır ki, bu komandanın kapitanı Emin Mahmudovdur. Samir Abbasov gələndə Emin Mahmudovu təbii ki, yenidən bir sıraya qaytardı, onun potensialından istifadə etməyə çalışdı, amma bunu natamam elədi, bunu yarımçıq elədi. Və o gün bizim həmkarların verilişinə baxırdım, ümumiyyətlə Azərbaycan futboluna bağlı tematik bütün verilişlərə baxıram. Həmkarımız Kənan Hakimov çox maraqlı bir məsələyə toxundu ki, bu Emin Mahmudov harda zədələnir bu qədər? Niyə bu mövsüm bu qədər zədələndi? Məşqlərdəmi zədələndi? Harda bu qədər zədələr aldı? Və biz Emin Mahmudovu yaxşı tanıyırıq da, illər boyu Emin Mahmudov çox nadir hallarda uzun müddətli zədələrə tuş gələrdi. Emin Mahmudov adətən o işgüzarlığı ilə seçilən, fiziki gücə arxalanan, çox dözümlülük nümayiş elətdirən bir futbolçudur və zədəyə meyilli adam deyil. Nə oldu bu birdən-birə bu il zədələnirdi və Kənanın verilişində qonaq olan Aslan Kərimov da bu məsələyə belə bir aydınlıq gətirdi ki, o zədə dediyimiz tək hansısa toqquşmalardan, tək hansısa yüklənmələrdən olmur. Bu həm də psixoloji bir şeydir. Yəni, nələrsə qaydasında getməyəndə, futbolçunun o mentalitetinə təsir eləyəndə o zədələrə də gətirib çıxara bilir. Və bugün sual yaranır. Bax, Samir Abbasov özü Sabahla oyundan sonra deyib ki, komandanın lideri Emin Mahmudov idi, meydanda lider kimi çıxış elədi oyunda, amma sona qədər darta bilmədi və gücü çatmadı fiziki olaraq. Niyə Emin Mahmudovu bu oyuna qədər ideal hazırlamadı? Çünki bu müasir dövrdə, siz elmdə o enerjiyə gətirib də hər şey çıxarır. Məşqçidən futbolçu enerji almalıdır. Bir-birinə enerji ötürməlidir. O, təbii ki, Emin Mahmudov o enerjini Samir Abbasovdan bu sezon ala bilmədi. Ona görə mən düşünürəm ki, imkanların çox aşağısında çıxış elədi. Və bu oyunda görünürdü ki, Emində istək var, liderlik keyfiyyəti var, amma hazır deyil. Nə mental, nə fiziki, ümumiyyətlə heç bir planda gördün ki, o gücünü tam daşıya bilmir. Fasilədə əvəz etmək istəyib. Emin Mahmudov görsən. İndi bax, sual yaranır. Çıxsın Samir Abbasov, belə danışır, hər baxırsan mətbuat konferansında danışır, hər məsələdən danışır, hər şeydən danışır. Mən çox xahiş edirəm. Bir dəfə çıxsın, izah eləsin ki, niyə kapitanlıq sarğısı Emin Mahmudova qaytarılmadı. Və indi bir şey deyim, burada çox məsələlər var, burada o qədər nüanslar var ki, indi sənəd üzərində belədir ki, güya kapitanlıq sarğısını Emin Mahmudovdan Roman Qriqorçuk alıb. İndi burada sual yaranır. Yaxşı, Roman Qriqorçuk Emin Mahmudovdan kapitanlıq sarğısını almışdısa, Samir Abbasov onu niyə qaytarmırdı ki? O, Roman Qriqorçukun fikri idi. Çıxıb gedib və yeri gəlmiş uğursuz olmuşdu. Sən yeni məşqçi gəlmişsən, sən Emin Mahmudovdan çempionluq əldə eləmişsən, Emini hamımızdan bəlkə daha yaxşı tanıyırsan, bilirsən ki, necə həm də o özəl münasibətlərdə xüsusi bir hörmət, diqqət tələb eləyən adamdır. Niyə qaytarmırsan? Kim icazə vermir? Belə bir, yenə deyirəm, ortada fikirlər var ki, Emin Mahmudovun rəhbərliyi ilə bir arasında problemlər vardı, maliyyə məsələlərinə bağlı. Ona görə bir soyuqluq yaranmışdı deyə Samir Abbasov gəlib, kimisə xətrinə dəyməmək üçün o kapitanlıq sarğısını Emin Mahmudovdan geri almayıb. Yaxşı, başqa məsələ. Deyək ki, bu Samir Abbasovun öz qərarıdır, gəlib Emin Mahmudova kapitanlıq sarğısını qaytarmır. Əgər elədisə, Samir Abbasov əmin olsun ki, heç vaxt Azərbaycan çapında böyük komandalarda işləyə bilməyəcək. Necə ola bilər ki, bir Azərbaycanlı mütəxəssis gəlir və Emin Mahmudov o kapitanlıq sarğısını qaytarmır. Elə böyük məşqçinin bacarığı da odur ki, böyük futbolçularla işləsin də. Yoxsa belə baxanda o qədər məşqçi olub ki, görmüsən, gedib orta-bab komandalarda yaxşı iş ortaya qoyub, amma gəlib böyük komandalarda işləyə bilməyib. Niyə? Çünki böyük futbolçularla işləmək, böyük futbolçuları idarə etmək, böyük futbolçularla o ünsiyyəti tapmaq, onlardan maksimumu almaq, bu elə-belə iş deyil. Və bugün hamı, yəqin Samir Abbasov da başa düşürdü ki, o kapitanlıq məsələsini çözməsə, Emin Mahmudovdan tam istədiyini ala bilməyəcək. Və hərdən, məsələn, bir məşqçi barədə danışarkən taktikadan danışırlar, komandanın fiziki hazırlığından danışırlar, skautingdən danışırlar və s. və ilaxır. Bugün müasir futbolda bir baş məşqçinin ən böyük özəlliyi, ən böyük üstünlüyü o 23-25 nəfəri idarə eləmək bacarığıdır. Çünki bunlar hamısı öz çapında pullu, imkanlı adamlardır. Hərəsinin özünə görə bir egosu var, hərəsinin özünə görə bir 5-10 pərəstişkarı var.
hərəsi bir havalardadır və gəl bu 23-25 nəfəri idarə elə. Nə qədər komanda daha böyüdürsə, nə qədər maaşlar daha çoxdursa, bunların egosu da bir o qədər böyüdür, bunların özgüvəni də daha üstdədir. Bunlarla belə deyək, ünsiyyət qurmaq, bunları əlinin içində saxlamaq da çətinləşir. Samir Abbasov bunu bacarmırsa, Samir Abbasov futbolçularla ünsiyyət qura bilmirsə, Samir Abbasov o futbolçunun maksimumunu ala bilmirsə, demək böyük komandalarıq deyil. Elə işləyəcək Sumqayıt o bu kiçik büdcəli komandalardır.